uşaqlıq çağında rast gəlinən xoşxəssəli epilepsiyalar. Bu növ epilepsiyalara xoşxəssəli terimi əslində birmənalı olaraq dəyişkəndir. Yəni bəzi uşaqlarda onun gedişatı xoşxəssəli olmayıb da fərqli növ epilepsiyaya keçə bilir. Məsələn, hamımızın yaxından tanıdığı rolandik epilepsiya dediyimiz epilepsiya növü var ki, adətən oğlan uşaqlarında və axşam saatlarında daha çox yuxuda olan tonik-klonik qıcolmalarla özünü göstərir və bu qıcolmalar bəzən ola bilir ki, sıxlığı çox az olur. Yəni ildə bir təkrarlana bilər və ya heç təkrarlanmaya bilər. Belə hallarda biz bu uşaqlara çox vaxt müalicə vermədən izləyirik. Əgər izləmdə ehtiyac olarsa, uşağın koqnitiv funksiyalarında və ya davranışında və ya başqa hansısa bir nevroloji inkişafında bir gerilənmə müşahidə olunarsa, o zaman mütləq bu növ epilepsiyaları biz müalicə edirik. Ancaq bəzən isə rolandik epilepsiya deyə başlayıb sonu rolandik epilepsiya deyil də fərqli bir epileptik ensefalopatiyaya keçə bilir. Yəni məsələn SS-ə keçə bilir. Bu hallarda isə mütləq uşaqların EEG kontrollarını nəzarətdə saxlamaqla, əgər belə bir vəziyyət varsa, mütləq müalicəyə gecikmədən başlamaq lazımdır. Çünki müalicə olunmasa, bu uşaqların nevroloji inkişafı geriyə doğru gedəcəkdir.